Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanar Metiyevin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla siyasətçi Araz xanla danışacaq. Hər vaxtınız xeyir Araz. Hər vaxtınız xeyir olsun xanlar. Qəbələdə mühüm görüş keçirildi. Demək olar ki, Azərbaycan Ermənistan mətbuatı bundan yazırdı. Hətta biz istəyənlər də, istəməyənlər də bundan başlayırdı yazmağa. Çox maraqlı bəyanatlar səsləndirildi. Hətta Ermənistana qayıdandan sonra da Ermənistan tərəfi çox maraqlı bəyanat səsləndirdi. Birinci görüşlə dördüncü görüş arasında çox böyük bir fərq var. Ən az o görüşün iştirakçısı olan Kəmalə Məmmədova dünən bu istiqamətdə bizim verilişdə elə çıxış eləyəndə dedi. Yaxşıdır, irəliləyişlər var, sadəcə hamı iyunu gözləyir. Ümumilikdə Qəbələdə keçirilməsi bu görüşün quru sərhəddən keçməsi və dördüncü görüşdə səmimiyyət nəyə mesaj verir? Xanlar, o birinci görüşdən dördüncü görüşə kimi dediniz. Həqiqətən də çox böyük bir prosesdir bu. Müharibə bitib, müharibədən sonra adətən dövlət başçıları, hökumət nümayəndələri bir danışıqlar aparır, amma sülhün özülü heç də rəsmi formada qəbul olunan o qərarlardan yox, vətəndaş cəmiyyəti arasındakı prosesdən asılı olur. Birinci növbədə xalqlar, vətəndaş cəmiyyətləri bir-birini qəbul eləməlidir. Əgər bir-birini qəbul eləmirsə, imzalanan sənədin də ömrü çox uzun olmur. İlk növbədə o aradakı problemlər nədir? Biz niyə müharibə eləyirik? Biz niyə sülh əldə eləməliyik? Bu məsələlər müzakirə olunmalıdır. Müharibə bizə nələr verdi? Nələr itirdik müharibə nəticəsində? Bunlar müzakirə olunmalıdır. Bundan sonra biz sülh əldə eləsək nələr qazana bilərik? Bunlar müzakirə olunmalıdır. O ilk görüşdə ilk təması da bu. Yəni ki, xanlar, bunlar bir-birini heç də rahat qəbul eləməyəcəkdilər. O görüşə gələnlər bəlkə də düşünürdülər ki, gedəcəm ora, bəlkə məni öldürərlər, bəlkə məni belə deyək də hansısa formada bir-birimizdən əlbəxi olarıq. Oturursan, baxırsan və görürsən ki, müşahidə edirsən. Əslində danışmaq olar bəlkə də, bəlkə ilə. İkinci görüş gəlir, görürsən ki, həqiqətən də danışmaq olur. 3, 4, 5 və bu cür davam elədiksə və biz artıq dördüncü görüşdü, anladılar ki, biz onlardan artıq bir şey istəmirik. Bizim onlardan tutaq ki, demirik, çıxın İrəvandan, çıxın gedin, biz gələk oturaq orada. Biz sülh istəyirik. Biz istəyirik ki, bundan öncə 20 neçə il bundan əvvəlki səhvləri, ondan əvvəlki tutaq ki, səhvləri, hətta tutaq ki, 100 il əvvəlki səhvləri eləməsin Ermənistan. Yəni onlardan istifadə ediblər, onlardan o imperial güclər istifadə ediblər, bizim üzərimizə salıblar, o Miyatsum ideologiyası ilə, ondan qabaq o Daşnaq Bolşevik ideologiyaları. Bunların hamısı Azərbaycanlılara qarşı istifadə olunub və bu son müharibələrə gətirib çıxartmışdı. Müharibədən sonra sadəcə müəyyən o sülh danışıqları, Azərbaycan prezidentinin o strateji qərarı gətirdi. Onunla nəticələndi ki, biz artıq oturub vətəndaş cəmiyyətləri arasında bu danışıqları apara bilirik. Hətta belə deyim də, Azərbaycan cəmiyyətində bəlkə yaxşı qarşılanmır da, burada həbsdə olan erməni nümayəndələrinin onlar tərəfindən soruşulmağı. Qaydandan sonra buradan qayıdan o vətəndaşlar nümayəndələr mətbuat konfransında deyib ki, biz oradakı erməni məhbusların əhvalını da soruşduq, onların məsələsini də qaldırdıq. Bu məsələ qaldırılmağı əslində yaxşıdır. Biz vətəndaş cəmiyyət nümayəndələrinə izah edə bilirik ki, baxın qardaşlar, bu adamlar bu səhvləri eləyiblər, bu cinayətləri eləyiblər. Bu erməni də olsa, gürcü də olsa, rus da olsa, Amerikan da olsa, İngilis də olsa cinayətkardır. Azərbaycanlı da olsa cinayətkardır. Bəli. Məsələ burasındadır ki, onlar Azərbaycanlıdırlar. Azərbaycan vətəndaşdırlar. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstəriblər, bəziləri elə orada doğulublar. Yəni ki, bunlar sizlə milliyyətcə ola bilər, amma Azərbaycan ərazisində yaşayan bəli, Azərbaycan bəlkə də vətəndaşlardan imtina eləyiblər ki, indi biz özümüzə dövlət qururuq, nə bilim falan eləyirik və belə səhvlər eləyiblər. Bu səhvi Ermənistanda da kimsə eləsə, yenə eyni cəzadır. O erməni də olsa, Azərbaycanlı da olsa və başqa bir millətdən də olsa. Və biz bunları danışdıqca, onlara izah elədikcə, onlar bəlkə deyirəm də ilk görüşlərdə başa düşməyəcəklər və sonrakı görüşlərdə artıq o fikirlər benimsənildikcə
gedib öz ölkələrində hansısa media qarşısına çıxırlar, mətbuat konfransları, verilişlər, radio, televiziya və ya hansısa YouTube podkastlar çıxışlar edirlər və cəmiyyətə ötürürlər o informasiyanı ki, ay cəmaət, biz deyirik ki, orada ermənilər var. Amma o ermənilər bunu eləyib, Xocalda bunları törədib. Hətta izah edirlər. Vaxtında biz səhv eləmişik. Biz necə ki Paşinyan bir neçə bundan öncə nöqtə dedi. Ki, o nöqtəni demirəm, ondan keçmişdi artıq. Ki biz səhv eləmişik Miyatsum ideologiyası ilə. Biz saxta vətənpərvərlik ideologiyası ilə aldadılmışıq və bizi bu qırğınlara vadar eləyiblər. Yəni ki, deyir, mənim müharibə Qarabağ bizimdir nöqtə deyəndə də mən o səhv elədim. Çünki saxta vətənpərvər idim məndə. Və bu informasiyanı o cəmiyyətə ötürür. Həmən o vətəndaş cəmiyyətin nümayəndələri. Hərəsi öz tərəfindən, hərəsi öz xətti ilə bu informasiyaları ötürür. Bu gün bəlkə tutaq ki, 5 vətəndaş cəmiyyət nümayəndəsi varsa, amma bu 15 olacaq. O bir gün fərdi formada hansısa bir təşkilatlar... Axırıncı falan 30-a yaxın idi. Hansısa təşkilatlar fərdi formada Ermənistan, Azərbaycan danışacaqlar, bircə layihələr icra edəcəklər. Ticari əlaqələrdir. Ticarət keçirəm. Vətəndaş cəmiyyət nümayəndələri arasında deyirəm. Hansısa tutaq ki, Azərbaycanda, misal üçün deyirəm də, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi var bizim. Digər tərəfdə də bəlkə də Qafqaz Araşdırmalar Mərkəzi var. Bunlar oturub bəlkə bircə hansısa siyasi məsələlər, təhlükəsizlik məsələləri oturub bircə müzakirə edəcəklər, bircə qərarlar qəbul edəcəklər. Bəli, onları hərəsi öz hökumətinə təqdim edəcək. Yəni bu hansısa bir dövlətin nəzarətində, dövlətin belə deyək, hansısa təsirləri ilə yox, fərdi formada, bu formada genişlənəcək bu vətəndaş cəmiyyəti arasında danışıqlar. Bunun hamısı Ermənistan Azərbaycan arasında sülh imzalanmasını, bünövrəsini möhkəmləndirəcək xanlar. Ki, xalqlar arasında o bağlar müəyyən formada bağlanmalıdır. O ticarət əlaqələridir, o digər əlaqələrdir. Bax, bu hərəsi öz tərəfindən bu sülhü möhkəmləndirən amillərdir. Və dünən də danışanda belə bir fikir səsləndirdi ki, bizim artıq sonuncu görüşümüzdür və bu məsələlər daha da intensivləşəcək əgər Paşinyan hökuməti qalib gəlsin. Olmasa nə olacaq bilinmir. Olmasa, əgər Paşinyan hakimiyyətə gəlməsə və köhnə revanşistlərdən tutaq ki, Koçaryan hakimiyyətə gəlsə, vay onların halına. Olar. Bəli. Çünki onlar həm Paşinyanın dəstəsini, həm sülhü belə dəstəkləyən insanları, eləcə Bakıya gələn, onları təqib eləyə bilərlər, onlarla bağlı çox sərt qərarlar verə bilərlər. Biz düz seçki bu Ermənistan cəmiyyətinin verəcək qərardır. Onlar qərar verməlidirlər ki, nə istəyirlər, sülhümü istəyirlər, revanşmı istəyirlər və yaxud da ki, deyək ki, bir biznesmenin 300 minlik iş yer açacaq vədinə aldanıb, onun arxasından mı getmək istəyirlər? Bütün hər şey Ermənistan cəmiyyəti qərar verəcək. Amma biz əgər Ermənistanda bu danışıqların davam elətdirilməsini, bu görüşlərin keçirilməsini ümidini eləyiriksə, düşünürəm ki, Paşinyanın orada qalib gəlmək lazımdır və ondan sonra artıq sülh müqaviləsinin imzalanması üçün heç bir ortada belə deyək də maneə qalmır. Oradakı artıq konstitusiyada müəyyən dəyişiklik və heç bir maneə qalmayandan sonra deyirəm ki, xanlar, bu vətəndaş cəmiyyəti arasında heç dövlət tərəfindən tənzimlənməyən, hansısa formada dəstəklənməyən, fərdi formada təşəbbüslərlə və yüzlərlə bax bu cür münasibətlər qurulacaq. Ki, bir-birlərlə sıx işləyib ortaya hansısa bir layihələr qoyacaqlar. Seçki öncəsi Ermənistanda böyük bir tədbir keçiriləcək. Avropa liderlərinin iştirakı ilə, müəyyən təşkilatların rəhbərləri ilə. Sizcə indiki məqamda seçki öncəsi bu cür tədbirin keçirilməsi nəyə mesaj verilir? Yəni niyə məhz seçkidən qabaq özdə bir ay qabağa salındı? Həm də Avropa. Xanlar, Paşinyan hardan qidalandığını yaxşı bilir. Paşinyan hardan dəstək aldığını yaxşı bilir. Ya belə deyək də, bu dəstəyi həm də vermək üçün ora gələcək liderlərin, ora gələcək o şəxslərin bəyanatları da çox önəmli rol oynayacaq. Ya Paşinyan belə deyək, əlini gücləndirəcək bir məsələ olacaq ki, biz artıq bu cür böyük dövlət olmuşuq, bu cür sivil ölkə olmuşuq, müharibəsiz, belə böyük tədbirləri keçirən. Yəni bu artıq
Paşinyanı öz cəmiyyətinə də daha bir mərhələdə irəli apara biləcək seçkilərdə bir addım olacaq. İndi təbii ki, burada Paşinyanın hansı addımları, indiyə kimi çox deyərdim ki, ağıllı addımlar atıb. Kilsəni neytrallaşdırıb, hansısa o milyarderlərin cəhdlərinin qarşısını alıb, bəziləri içəridədir, həbsdədir. Deyək ki, bu keçmiş revanşistlərin heç bir ümidləri qalmayıb. Onlar ancaq ümid eləyirlər ki, Rusiya bəlkə hansısa formada müdaxilə eləyəcək. Bu müdaxilə necə olacaq, hansı formada olacaq, heç özlərində təsəvvürləri yoxdur. Fikirləşirlər ki, Rusiyanın bir seyri çubuğu var, vuracaq, hansısa formada Koçaryan təzədən qayıdıb baş nazir olacaq, sonra hansısa formada köhnə ideologiyasını davam elətdirəcək. Yəni, məncə boş xülyaları var, amma yenə deyirəm ki, İrəvanda keçiriləcək bu böyük tədbir Paşinyanın əlini gücləndirəcək və ona yolunu daha da açacaq bir amildir. Və təbii ki, bütün bunların fonunda Ermənistanda müzakirə olunan bir mövzu da var idi. Hələ də müzakirə edilir və Rusiyada olan görüş. Hətta bir görüş də olacaq. Belə bir məlumatlar oxudum ki, bir görüş də olacaq Rusiyada. Yəni, Putin Paşinyana əl çəkməyəcək. Əsas məsələ nədir? Səni dəyişməsən belə, başqasını gətirməsən belə, sən mənim istədiklərimi ən azı eləyəcəksən. Deyək ki, Koçaryan gəlsə, %100 hamısını eləyəcək, amma sən heç olmasa mənim istəklərimin bir 30%-ni eləməlisən. Yəni, bu şərti qoyur ortaya ki, bax, Koçaryanı da kənara çəkirəm, Samvel Karapetyanı da kənara çəkirəm, digərlərini də kənara çəkirəm, sən tək qalib gəlirsən, heç bir müdaxilə də eləmirəm, amma mənim istədiklərimi eləməlisən. Bunun üçün Rusiyanın təsir imkanları da var, deyir, hava məkanını bağlayaram, ticarətdə Avrasiya İttifaqından çıxararam, o iqtisadi ittifaqından. Yəni ki, bunlar hamısı Paşinyana təzyiqlərdir, amma Paşinyan bu təzyiqləri nəzərə alırmı? Məncə, qərbdən olan onun o dəstəyi onu daha qətiyyətli dayanmağa belə deyib, kömək olur ki, Paşinyan Rusiyanın təzyiqlərinə hələ ki tab gətirir. Amma nə qədər tab gətirəcək, hansı faizdə tutaq ki, razılaşma da eləyə bilər. İyunda görəcəyik. Bəli, onu biz iyunda görəcəyik ki, nə qədər razılaşdı, nə qədər razılaşmadı, nə qədər müstəqildir, nə qədər hələ də forpost olaraq qalırmı? Yəni, bunu hamısına biz iyunda qərar verəcəyik. Çox təşəkkür edirəm Aras. Mən təşəkkür edirəm. Var olun, minnətdaram. Düşünürəm ki, Ermənistan xalqı qərar verəcək və təbii ki, yəqin ki, sülh seçərlər. Çünki ən azı inkişafı gördülər, ağızlarına dad gəldi, qiymət aşağı, keyfiyyət yüksək olan ən azı məhsullarımızı və daha rahat onlara gələn taxılları, yəni ən azı bilirlər ki, az qalmayacaqlar. Bir məsələ odur ki, o bizdən əldə elədikləri məhsulları bu dünyadakı bu böhran fonunda əldə elədilər. Neft bahalaşıb, taxıl imkanları bəzi ölkələrin yoxdur əldə eləmək. Yəni ki, biz o imkanları onlara yaratmışıq. Yəni, məncə dəyərləndirməlidirlər. Ağlar olsa dəyərləndirərlər. Çox təşəkkür edirəm. Və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Bugünkü qonağım siyasətçi Aras xan idi. Siz isə bizi dinləməkdə, izləməkdə davam edin. Sağ olun, salamat qalın.